İki cinsi infeksiyalardan şikayət edirlər. Xəstə gəlir pis vəziyyətdə, yəni əsəbi və ümidsiz vəziyyətdə deyir, həkim mən sağalacam belə. Bəzilərinin hətta gözləri də dolur. Deyir ki, bəs mən ümidsizəm də, inanmır insan, tutaq ki, 40 yaşında bir insandır, gəlib və inanmır ki, bu xəstəlik sağalar ya yox. Özü də həyat yoldaşında, bir başqasında cavan oğlandır, infeksiyalar var, müxtəlif həkimlərdə, veneroloq olanda, olmayanda hamı onu müalicə edib. İndi həkimlərdir da, veneroloq olmayanlar gərək bu işə girişməsin də, açıq danışaq. İndi həkimlikdə belə bir şey var da, hərənin öz sahəsi var, hərə gərək öz sahəsinə işləsin. Nəysə, müalicələr alıb xəstələr və sağalma olmayıb. Xroniki infeksiya yenə bu adamda qalıb. 5 dəfə, xəstə 5 dəfə analiz verib, infeksiyalardan yenə həmən infeksiyalar oradadır. Bunu məndən soruşurlar, niyə belə olubdur həkim, niyə bu belə düzəlmir? Səbəbini izah edirəm, nəyə görə?